Salam əksər, gəlin 5 apreldə düşmüş bu 9-cu sinif buraxılış imtahana baxaq. Deməli, birinci sualımızdan 57-dən başlayaq. Bizdə deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Əvvəl 30 idi, sonra 42 oldu. Aha, demək ki, nə etməliyik? Əvvəla bunları çıxmalıyıq. Yəni 42-dən 30-u çıxsaq, bizdə alınır 12. İndi tapmalıyıq ki, 12 30-un neçə faizidir? Bunu tapmaq üçün 12-ni bölürük 30-a, vururuq 100-ə. Buradan da 3 ixtisar geçsə 10, burada 4 və geçsə 10 və burada 40%. Demək ki, 12 artdığı üçün bizdə 40% artıq. Keçək 58-ci suala. Bizə tənliyi həll etmək istəyir. Deməli, burada nə etməliyik? Bir tənasüb qurmalıyıq. Yəni, çarpaz vurmalıyıq. 12 vurulsun 4 bərabərdir -3 vurulsun x. 3 ilə gedər 12 qalar burada 4. Deməli, -x bərabərdir 16. X də bərabərdir -16. Keçək 59-cu suala. Tənliklər sistemini həll etməyimizi istəyir. Burada əvəz etməli təbii ki də y-in yerinə demək 2x qoymalıyıq. 5x üstə gəlsin, y-in yerinə 2x qoyduq. 2x bərabərdir 21. 7x bərabərdir 21. X də bərabərdir 3-ə. Tənliklər sistemini həll etməyimizi deyir. Demək x-i tapmalıyıq. Sonra da y-i tapmağımız lazımdır. 3 tapdıqsa yerinə qoyaq. Y bərabərdir 2x idi. O da bərabərdir 2 vur 3 bərabərdir 6. Demək həllimiz 3, 6-dır. O da D variantı. Keçək 60-cı suala. Bizə deyir, K-nın hansı ən böyük qiymətində bunun cəmi düzgün kəsirdir? Əvvəla bunu necə yaza bilərik? Yazaq. 0 tam dövrə qədər 4. Dövrdə K yazılır. 0, 4 və K. Belə arta gedir sonsuz olaraq. İkincisini yazsaq. 0 tam dövrə qədər K dövrdə 4. Bu bərabər olacaq. 0 tam K və 4 yaza gedəcək. İndi burada əsas diqqət etməli olduğumuz yer bunun düzgün kəsir olmasıdır. Düzgün kəsir nədir? Sürəti mərkəzdən kiçik olmalıdır. Normalda biz belə deyək. 0 tam dövrdə 9 yazsaq, bu da 9'da 9 eləmir. Deməli, elə olmalıdır ki, sürət məxrəcdən kiçik olsun düzgün olması üçün. Yəni, əgər məxrəc 9'dursa, maksimum bura 8 ola bilər. Demək, K plus 4'ümüz də maksimum 8 ola bilər. K-mız da bərabər olacaq 4. Gəlin 61-ci sualdan davam edək. Deməli, deyək ki, düz xəttdə 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 maye çəkilib. Bizim bir düz xəttimiz var. Bu nöqtədəki A nöqtəsi 4 cm məsafədədir və 2 dənə də maye çəkilib. 5 və 5. Demək, 4, 5 isə Pifaqora görə bu tərəfləri 3 olur. Arasındakı məsafədə 3 plus 3, 6 olur. Demək, A variantı. Gəlin 62-ci sual keçək. Demək, bizə verilib əbob AB bərabərdir 5. Biz əbob AB-ni A-nı verə bilərik bir 5M, B-ni verə bilərik bir 5N. Çünki niyə veririk? Baxın, əbob AB desək 5M, 5N deyirik. Həqiqətən də 5-ə bərabər olur. Çünki ən böyük ortaq vuruğu 5-dir. Demək, AB-ni 75 veribsə, onda belə yazaq da. 5M vurulsun 5N bərabərdir 75. Demək, 25MN bərabərdir 75-ə. Buradan MN bərabərdir 3 alırıq. Buradan da M-dən biri 1 olar, biri də 3. Fərqi yox ki, hansı olsun. Deyək ki, M 1-dir də, onda A 5 olur. B isə 5 vurur 3, 15. Demək, bunların cəmi A plus B bərabərdir 5 plus 15. O da bərabərdir 20. O da bizdə A variantı. Keçək 63-cü suala. Olduğu kimi vurub açaq. Olur 4x kvadratı plus 2x çıx 2x çıx 1. Əslində bunu düstur kimi yaza bilərdik. Deməli, çıxılsın 4x kvadratı plus 12x bərabərdir 35. Bunlar islah olunur. Keşke düstur kimi yazaydım. Burada da islah gedir 4x kvadratları. Əlimizdə qalır 12x çıx 1 bərabərdir 35. 12x bərabər olur 36. Buradan x də bərabərdir 3-ə. Və bu da B variantı. Gəlin 64-cü suala baxaq. Qısacası nə edirik elə? Nə veribsə onu edirik. A-nı 4-də 1 veribsə vuraq yerinə qoyaq. İndi olduğu kimi sualımızı köçürək. 3 üstü mənfi 2 vurulsun 3 üstü 6A bərabərdir. A-nı yerinə qoyaq. Mənfi 2 vurulsun 4-də 1 vurulsun 3 üstü 6 vurulsun 4-də 1. Bunlar ixtisar gedər qalar bərabərdir 3 üstü mənfi 2-də 1 vurulsun ixtisar gedər 3 üstü 2-də 3. O da bərabər olar. Bu üstləri toplayırıq. Yəni üstü mənfi 2-də 1 üstə gəlsin 2-də 3. O da bərabərdir 3 üstü 1-ə. O da bərabərdirlər 3-ə. Yəqin ki, Y variantı olar. Bu da. Dairənin radiusu 5 dəfə artarsa, onun sahəsi necə dəyişər? Sahə düsturumuz nədir? Pi R kvadratı. Demək, burada R kvadrat deyil. Demək, 5 dəfə artırsa,
R kvadrat olduğu üçün bu 5-in kvadratı qədər, yəni 25 qədər artar. Keçək 66-cı suala. Bizdə AC-ni 7 verib, CB-ni 14 və AB-ni tapmamızı istəyir. Əlbəttə 7 plus 14 olacaq bu. Bu da 21. Bu da A variantı. 67-ci sual. Olduğu kimi elə kökün altında çıxır yazaq. 2 kök 25. Kök 25-dən 5 çıxar. Yəni 2 vur 5 çıxılsın. Kök altında 16-dan 4 çıxar. 4 plus 2 vurulsun. Kökdə 9-dan da 3 çıxar. Demək 10 çıx 4 plus 6 o da bərabərdir 12. Yəqin ki bu da C variantıdır. Bizdən əbubu tapmamızı istəyir. Əbubu necə tapırdıq? Əvvəlcə sadə vurğularını ayırırdıq. 30 ayıraq 2, 15, 2, ay, özür dilərim. 3, 5, 5, 1. 36-nı da ayıraq gəlin. 2, 18, 2, 9, 3, 3, 3, 1. Deməli, burada nə edirdik? Ən az olanları getirirdik. Birincidə 1 ədəd 2 var. İkincidə 3 ədəd. Daha doğrusu 2 ədəd. Demək, bir dənəni götürürük. Ən az olanı götürməliyik çünki. Əbob bərabərdir 2 vurulsun. Birincidə 1 dənə 3 var. İkincidə 2 dənə 3 var. Demək, ən az götürürsə 1 dənə 3 götürürük. Birincidə 1 dənə 5 var. İkincidə heç yoxdur. Heç olmayanı götürürük. Yəni 5-i götürmürük. 2 vur 3 də bizə 6-nı verir. Cavab da Y variantı. Keçək 69-cu suala. Bizdən deyir ki, bir funksiya verib, y bərabərdir 5x çıx 17 və ordinatı 3-dür. Ordinat nədir? Əlbəttə y-dir. Y-in yəni demək ki, 3 qoyuruq, olduğu kimi həll edirik. Çünki bizdən absisi istəyir. Çıx 17. Buradan 5x bərabərdir 17-ni sola keçirsək olur 20. X də bərabərdir 4-ə. Bu da yəqin ki, Y variantıdır. Kubun neçə tili var? Baxın, kubu çəkək də. Gəlin, xəyalınızda da canlandıra bilərsiniz, çək edə bilərsiniz, problem yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Demək, 12 dənə tili var, Y variantı. Deyir ki, yalnız Həsən, Əli və Vüqarın olduğu yazaq. Həsən, Əli və Vüqar. Bunların olduğu yarışmada Həsənin qazanma ehtimalı, Həsəndən başlayırıqsa, əvvəlcə Həsənə bir... Yox, bir dəqiqə. Əvvəlcə cümləni oxuyaq. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Burada bir x-dırsa, Həsəndə 7x-dir. Əldən isə, Əlinin isə 2 mislidir. Burada Əliyə 3,5x qoymamaq üçün gəlin biz Vüqara 2x qoyaq. Həsənə 7 qat olduğu üçün 14x. Əlinin 2 qat olduğu üçün də Əliyə 7x qoyaq və Əlinin qazanma ehtimalı istəyir. Bunları toplasaq ümumi ehtimalımız neçədir bizim? 23x. Demək, ümumi ehtimalımız 23x. Əlinin qazanma ehtimalını soruşur. Demək, surətə də əlini yazmalıyıq. Burada 7x. X-lar gedər. Burada qalar 23-də 7. Bu da D variantı. Gəlin keçək 72-ci suala. Kəsri ixtisar etməyimizi istəyir bizdən. Əgər məxrəcdə 2-3-lər varsa, ən balaca hala gətirin gələk də. Demək ki, surətdə də 2 və 3 şəklində yazaq. 4-ünü yaza bilərik. 2-nin kvadratı vurulsun. 12-ni biz qıraqda yazım. Bərabərdir 2-nin kvadratı vur 3 kimi yaza bilərik. Demək yazaq. 2-nin kvadratı vurulsun 3 üstü n. Məxrəcdə 3 üstü n çıx 1 vurulsun 3 üstü 2n plus 1. Bərabərdir. 2-nin kvadratını olduğu kimi saxlayaq. Vurulsun 2 üstü 2n vurulsun 3 üstü n. Bölünsün 3 üstü. Bir dəqiqə 2 yazın. 3 üstü n çıxılsın 1 vurulsun 2 üstü 2n plus 1 bərabərdir. Bunları toplasaq, vurulduğu üçün üstlər toplanır. 2 üstü 2n plus 2 vurulsun 3n. Məxrəcə olduğu kimi yeni yazaq. İndi gəlin 2-ləri ayrıca bölək, 3-ləri ayrıca bölək. Böləndə nə olurdu? Üstlərimiz çıxırdı bizim. Demək, 2 üstü 2n plus 2-ni yenə 3 yazmışam. 2 üstü 2n plus 1'ə yaz. Bölsək nə olur? Üstləri çıxırıq. Demək, çıx 2n plus 1. Vurulsun 3 üstü n-i bölsək. 3 üstü n çıx 1'ə. Demək, çıxırıq n çıx 1'i. O da bərabərdir. Buradan qalır 2 üstü 1. Vurulsun. Elə buradan da 3 üstü 1 qalır. Demək, cavabımız da 6'dır. Keçək 73-cü suala. Diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilib. 4n A-da olub B-də olmayan, burası bərabərdir, daha doğrusu n bərabərdir A ilə B-nin birləşməsi olarsa, bunlar fərqini tapın. Əvvəla bu n A-la A-da olub B-də olmayanlar
neçə dənədir? Baxın, burada yazılır Venn diaqramında 2x plus 8 qədər. Yəni ki, yazırıq 4 vurulsun 2x plus 8 bərabərdir. Bəs A ilə B-nin birləşməsinin sayı neçədir? Hamısını toplayırıq. 2x plus 8 plus 3x plus 1 plus 4x plus 5. Demək alınır 8x plus 32 bərabərdir. Buradan tapırıq 9x plus 14. Demək x də alınır. O bir tərəfi keçirsək 18. X-imizi tapdıq, əla. İndi bizdən nə istəyir? B-də olub A-da olmayanlar. Yəni 4x plus 5-i. Buradan da alınır 4x plus 5 bərabərdir. X tapmışıq axı, yerinə qoyaq. 4 vur 18 plus 5, o da bərabərdir 72 plus 5, o da bərabərdir 77. Keçək 74-cü suala. Bizdən deyib ki, B D-yə bərabərdir. Çox güman bu şəkil səhv düşüb. Biraz belə etsək. B D-yə bərabərdir. Buranı alfa desək. Burada alfadır. Həmçinin burada Z-ə baxsaq, baxın, belə bir Z var. Demək ki, buradan alınır ki, çarpı bucaqlar olduğu üçün B C-yə də bərabərdir. Və qabaq bucaqlar da bir-birinə bərabərdir. Burada beta desək. Burada betadır. Demək, burada alfa qalır. Çünki burada oxşar üçbucaqlar yaranır. İndi bizə nə verib onları qeyd edək. AB və OC ikisi də 6-dır. Çox güman bura A-dır. AB 6, OC də 6. Demək, buralar da 6 edəcək. İndi bizdən AO da 5 olarsa, AO 5-dirsə, demək OB də 5-dir. CD-ni tapmamızı istəyir. Oxşarlıq gedək 1x deyə CD-yə. Betanın qabağındakılar, yəni 6 bölünsün x bərabərdir alfaların qabağındakılar. Yəni 5 böl 6. Demək 5x bərabərdir 36, x də bərabərdir 7/2. Aha, bizə nə verib? ABCD düzbucağısına AM, DM perpendikulyardır. AB 6-dır, yəni qeyd edək. Bura 6-dırsa, burada 6-dır. AM isə 12-dir. Bura 12-dir. Deməli, əgər biz diqqətlə baxsaq, burada 90 dərəcə deyil. Əgər hipotenusun yarısına bərabər katet varsa, onun bucağı 30 dərəcədir. Demək, burada 60 deyək. Bizdən ADM-in dərəcə ölçüsünü soruşur. ADM, yəni bu bucağı. Deməli, bura ümumi 90 dərəcə deyilmi? 60-dırsa bir tərəfi, demək o biri tərəf 90-dan çıxsaq 30 dərəcədir. 90, 30, demək bu da elə 60 dərəcə edir. 60 dərəcə çarpımız. Aha, deyir ki, Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Deyir ki, kitabda başda x səhifə var idi. X səhifə yazaq. Sonra 40%-ni oxudu. 40%-ni oxusa nə olur? Onun 40%-i çıxılır. Və sonra isə 5%-ni oxudu. Yəni x vur 5 böl 100. Sonra qalan 110 səhifəni oxuyub qurtardı. 110 da çıxsaq demək 0 qalır. Qurtardı çünki. İndi baxaq. X çıxılsın. Bu edir 0,4x. Çıxılsın. Bu edir 0,5x. Çıxılsın 110 bərabərdir 0. İndi 110-u gəlin biz keçirəcək sağ tərəfə. Demək alınır ki, buradan 0,55 0,55x üzrü sayın bərabərdir 110-a. Buradan da x-ni alınır. X bərabərdir. Demək, x bərabərdir 200. Demək, kitabımız elə 200 səhifə imiş. Keçək 77-ci suala. Bizdə bərabərsinin ən kiçik tam həllini tapın deyir. İndi biz başda tez bunları sualın üstə tullanıb bunları ixtisar edə bilmərik. Niyə? Əvvəla baxmalıyıq ki, bu sıfırdan böyük yoxsa sıfırdan kiçik. Çünki işarə dəyişə bilər. Baxaq. 3 çıxılsın kökdə 10 bərabərdir. 3 nə olur? Kökdə 9. Kökdə 9 çıxılsın kökdə 10 nədir? Sıfırdan kiçikdir. Demək, ixtisar aparsaq işarə dəyişər. Apardıq ixtisar. Demək, x 5,5 yazaq. Əvvəl kiçikdir deyildimi? Artıq böyük də olur. Demək, ən kiçik tam həlli nədir? 6. Keçək 78-ci suala. Bizə deyir ki, düz xətti yol boyunca 85 ağac əkilib. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. Əla. A və B ağacları arasındakı məsafənin ağaclardan biri C-dir. AC ağacları arasındakı məsafənin CB ağacları arasındakı məsafəyə nisbəti 3 bölünsün 4-dür. Demək, bunu bir ox kimi götürsək, buranı da bir C götürsək.
deyir ki, A və C arasındakı bucaqların nisbəti və C və B nisbətini verir. Demək, uyğun olarsa demək bura 3x olur, bura 4x. Ümumi aralarındakı ağaclar deyirsə, biz 84 olaraq götürməliyik. 7x bərabərdir 84, x də bərabərdir 12. Buradan x bərabərdir, daha doğrusu 3x bərabərdir 36 alırıq. Amma burada C ağacı 36-cı ağac deyil, 36-dan sonracı ağac gedir, yəni ki 37-ci ağac. İndi bizə bir trapeziya verib, buradan biraz yer açaq, biz hətta bu tərəfə köçürdək. 79-cu sual. Deyir ki, bir trapeziyanı çəkək. İti bucağının tənböləni, yəni alfa edək buranı. Trapeziyanı iki oxşar üç bucağa ayırır. Əla, bilək bunu. Buradan bir z görürük yenə. Z-ə baxsaq, demək burada alfa olur. Demək, buradan bərabər yəni üç bucaq ayırır. Oturacaqlar 7 və 8-dir. 7 bura, 28 bura. Bura 7-dirsə, bərabər yəni üç bucaq olduğu üçün burada 7-dir. Həmçinin biz nə edə bilərik? İki oxşar üç bucağa ayırır. Aha, əla. İndi, bura alfadırsa, bura betadır. Biz bura beta verə bilmərik. Niyə? Çünki o bir tərəfdəki beta kör bucaqdır. Burada isə iti bucaq ola bilməz. Ona görə bura beta veririk. Burada alfa olur. İndi, bir qaydaya əsasən biz bura x versək, bu yan tərəfdə x olmaq məcburiyyətindədir. Demək ki, biz burada oxşarlıqdan istifadə edə bilərik. Əvvəla, alfaların qabağındakına baxsaq, burada olur ki, 7 bölünsün, x bərabərdir. Betaların qabağına baxsaq, x bölünsün, 28 olur. Demək, x kvadratı bərabərdir. 7 vurulsun 28, x kvadratı bərabərdir. 56 desək, 196 və x-ımız da demək bərabərdir 14. Bizdən trapeziyanın sahəsini, daha doğrusu perimetrini istəyir. Demək ki, 7 üstə gəl 7, üstə gəl 14, üstə gəl 28 bərabərdir 56. İndi, 80-ci sual da çox maraqlı sualdır. Gəlin əvvəla buradan yazaq, sonra 81-i silib tezdən oradan yazarıq. Yəni buradan yazaq. Deyir ki, sahəsini verib, S2-ni verib, düstur ilə verilən düzbucaqlı formada metal lövhənin sahəsi bir başqa düstur verib, bu düstur ilə verilən formasında kəsilib. Şəkildə verilənlərə əsasən qalan hissəsi n-ni x ilə ifadə edin. Aha. X-in hansı ən kiçik tam qiymətinə məsələnin həlli var. Demək, S2 bizdə bütün ümumi düzbucağın sahəsidir. S1 isə sadəcə bu hissədir. Demək ki, biz buradan S2-dən, yəni S1-i çıxsaq, hər hansı bir S3 adlandırdığımız bu düzbucağını alırıq. Gəlin çıxaq. S2 çıxılsın, S1 bərabərdir x kubu plus 2x kvadratı plus 8x plus 16 çıxılsın x kubu çıx x kvadratı çıx 12x çıx 12. İndi buradan ixtisarlarımız gedirmi? Bəli, x kublarımız gedir. Alınır bizdə x kvadratı çıx 4x plus 4. Bunu da əgər mötərizələrə ayırsaq, alarıq ki, x çıx 2-ni elə kvadratı alınır. Demək, biz bu tərəfi x çıx 2 desək, m də bərabərdir x çıx 2-dir. Həqiqətən də biz alırıq ki, m x çıx 2 ilə ifadə olunur. Bunun birini tapdıq. Sonra deyir ki, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. X çıx 2 olduğu üçün ən azı 3 olmalıdır. Çünki 2 qoya bilmərik. Çünki uzunluğumuz bizim heç vaxt 0 edə bilməz. İndi silib yerinə 81 yazıram. 81 yazsaq, bizə bir çevrənin tənliyi verilib. Bu tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın deyir sahəsini tapın. Bir çevrə var. Bu çevrənin daxilinə kvadrat çəkilib. Demək, bunun diametri nədir? Daha doğrusu diaqonalı. Diaqonalı elə diametrə bərabərdir. Bizim sahəmiz var idi. Biz deyirdik ki, diametrin kvadratı böl 2 olur. Kvadratın sahəsi. Demək, burada da elək də radiusu tapmaq bizim üçün önəmlidir. İndi olduğu kimi yazaq. X kvadratı plus artıq x kimi yazıram. Çünki bunu artıq mötərizələrə ayırmalıyıq. Müxtəsər modüsü yazmalıyıq. Və əgər plus x-dırsa, baxın. Gərək bura plus 4də 1 olsun. Yəni 2də 1-in kvadratı olsun ki, bu bizdə bu müxtəsər modüsü əmələ gəlsin. Plus mötərizədə y kvadratı çıx 5y
plus və bu zamanda bizdə əgər 5-dirsə 2-yə bölsək 2,5, yəni 2,5-in kvadratı olmalıdır. Bu da nədir? 6,125. Buna bir dəqiqə kvadrat yazmayaq. Deməli, bərabərdir yazırıq. Radiusumuz neçə? 29,5 daha doğrusu yazırıq. Radius tapmaq üçün plus 4-də 1-dir. Bərabərin o biri tərəfi olduğu üçün plus elə 0,125 yazaq. Çünki 4-də 1-də 0,125. Üstə gəlinsin. 6,125 burada plus, burada da yazaq. 6,125. Demək, bizdə nədir? Olduğu kimi yazaq. X plus 2-də 1 kvadratı üstə gəlsin. Y çıx 2,5-in kvadratı bərabərdir 36-ya. Demək, R kvadratımız bərabərdir 36-ya. Bizdə indi düsturumuz nə idi? S bərabərdir D kvadratı bölü 2 idi, eləmi? Biz D-ni 2R olaraq yaza bilərik. Çünki diagonal həm də diametrə bərabər idi. Onda yazaq. S bərabərdir 2R-in kvadratı nədir? 4R kvadratı bölü 2. 2-yə ixtisar etsək 2R kvadratı qalır. Yəni 2 vur 36, o da 72-dir.